Bugün qarşınızda möhtəşəm Zəngin bacıylayıq. Baxaq görə Zəngin bacı bu qədər limonaddan nə hazırlayacaq. Deməli, ispanaqları qaynatdı. İndi isə soyuq suya qoyur, şoklama eləyir ki, nəsə hazırlasın. Baxaq görək nə çıxır bundan. İndi isə blenderdən keçirdi, nəsə. Bu yumurtanın içinə nə qatdın ay qız? Sən milləti zəhərləyəcəksən. 3 dənə rəngli bir qarışım elədi. Çox maraqlıdır. Burada 20-nin içinə nəsə qatır, qarışdırır. Bu məncə 20 xanıdır. Çox gözəl rəngli xəmirlər hazırlayır Zəngin bacı. Zəngin bacı görək bu səfər nə edir? Mən limonata gözləyirdim. Əslində limonlardan qəşəng belə soyuq, nanəli bir limonlu limonata. Amma fərqli bir şeyler çıxır ortaya. Çiçəkləri də möhtəşəmdir bu arada. Çiçək zövqü də çox möhtəşəmdir. Limonlar çox olduğu üçün, qoymağa yer tapmadığı üçün çiçəklərin içinə doldurur. Baxaq görək. Hələ mən maraqla gözləyirəm ki, o qədər limonu nə yiyəcək və o xəmirlərin aqibəti nə olacaq? Yəqin ki, kişini zəhərləməz. Süfrəsi də bu arada çox möhtəşəmdir. Zövqlü bir qadındır. Gəlim, etiraf edim sizə. Dovşanlar da var həyatda. Deməli, bu xəmirlərdən ərişdə kəsəcək. Yəqin ki, qəşəng ərişdə xəngəl eləyər. Bilmirəm, baxaq. Bundan hər şey gözləyirəm. Kəsdiklərini rəngli bir şeylər hazırlayır. Baxaq, maraqlıdır. Ay qız, o xəmiri döymə. Sən nə edirsən, nə eləmək istəyirsən? Bu arada xəmirə düzdüyü çiçəklər də çox möhtəşəmdir. Qadın çox zövqlüdür, zəngin olsa da. Həddindən artıq çox zövqlüdür. Hər şeyi möhtəşəm eləməyə çalışır. Limonlardan limonata yerinə nəsə bir qarışım elədi. Ay qız, bu yarpaq xəngəli elədi. Mən də deyirəm ki, səhərdən bundan nə düzəldəcək? Bizim bildiyimiz yarpaq xəngəli. Xəngələ gəlir. 3 cürə fərqli rəngli xəngəl hazırladı. Limonata falan yoxdur ortada. İndi xəngəl yeyəcək, buna nuş olsun.